Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. İranın Bakıdakı səfirliyinin qəribə bəyanatı, Sepah hücuma hazırlaşır. ABŞ-İran müharibəsi və atəşkəs, kim qalib gəldi? Ziddiyyətli detallar. Rusiya ağır durumda, Azərbaycan üçün risk nə qədərdir? İki ölkə ilə bağlı yeni qərar. İrana hücumlar 2 həftəlik dayandı. Atəşkəs elan olundu. ABŞ prezidenti Donald Trump İran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu 2 həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb. Bu barədə o sosial şəbəkə hesabında yazıb. Trumpın sözlərinə görə bu qərar onu gecə İrana qarşı planlaşdırılan dağıdıcı gücün tətbiqindən çəkinməyə çağıran Pakistanın baş naziri Şahbaz Şərif və Field Marshal Asim Munirlə aparılan danışıqların yekununda qəbul edilib. Amerika lideri qeyd edib ki, söhbət iki tərəfli atəşkəsdən gedir. O həmçinin iddia edir ki, ABŞ artıq qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirib və hətta onları aşıb, eləcə də İranla və yaxın şərqdə uzunmüddətli sülhə dair yekun razılaşmanın hazırlanmasında əhəmiyyətli dərəcədə irəliləyib. Trumpın sözlərinə görə Vaşinqton İrandan 10 bəndlik təklif alıb və onu danışıqlar üçün mümkün əsas kimi nəzərdən keçirir. Onun iddiasına görə ABŞ və İran arasında əvvəlki mübahisəli məsələlərin əksəriyyəti üzrə artıq razılıq əldə olunub. 2 həftəlik müddət isə razılaşmanın yekunlaşdırılması və imzalanması üçün lazımdır. Amerika Birləşmiş Ştatları adından prezident kimi həmçinin yaxın şərq ölkələrini təmsil edərək bu çoxdankı problemin öz yekun həllinə yaxın olmasını şərəf hesab edirəm. O vurğulayıb. ABŞ və İran arasında 2 həftəlik atəşkəs razılaşması kim qalib gəldi sualı ətrafında müzakirələrə səbəb olub. Hər iki tərəf özünü qalib elan etsə də reallıq ziddiyyətlidir. İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində qələbə qazandıqlarını elan edib. İddia edib ki, Vaşinqton Tehranın 10 maddəlik planını qəbul etməyə məcbur olub. İranın Hörmüz boğazı üzərində nəzarəti davam edəcək, uranın zənginləşdirilməsi qəbul edilib, bütün sanksiyalar ləğv edilir, qətnamələr ləğv olunur, dəymiş ziyan ödənilir, Amerika qüvvələri bölgədən çıxarılır, Hizbullaha qarşı müharibə dayanır. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, atəşkəsin bu şərtlər çərçivəsində qəbul edilməsi iddiası reallıqdan uzaqdır. Birincisi, bu şərtlər ABŞ-nin 15 maddəlik təslim planına cavab olaraq hazırlanmışdı və tərəflər razılaşa bilmədikləri üçün hücumlar davam etdirildi. İkincisi, razılaşma ABŞ-nin sivilizasiyanın məhv edilməsi hücumuna saatlar qalmış əldə olundu. Bu o deməkdir ki, geri çəkilən tərəf İrandır. Lakin İranın geri çəkilməsi ABŞ-nin təslim aktını qəbul etməsi demək deyil. Bu kontekstdə Trumpın 100%lik qələbə iddiası da reallığa uyğun gəlmir. ABŞ-İran müharibəsində yekun hədəflərinə nail ola bilmədi, xüsusilə rejimin sağ qalması fonunda. İranın Hörmüzü bağlamaqla yaratdığı qlobal iqtisadi problemlər müharibənin gedişində Vaşinqtonun prioritetini boğazı açmaq və masada razılaşma ilə üstünlük əldə etmək istiqamətində dəyişdirdi. Atəşkəs razılaşması da buna istinadən qəbul olunub. ABŞ hücumları dayandırır, İran Hörmüz boğazını açır. Hadisələrin inkişafı danışıqlar prosesində müəyyən ediləcək. Danışıqların mahiyyəti isə müharibədən fərqlidir. Burada mütləq qalib olmur. Sülh üçün hər iki tərəf güzəştə getməlidir. Bu baxımdan kim qalib gəldi sualı açıq olaraq qalacaq. İran müharibəsində qələbə anlayışının klassik təcrübədən fərqli olduğu da qeyd olunmalıdır. Xüsusilə teokratik rejimin yanaşması kontekstində. ABŞ üçün hədəflərindən birinə belə nail olmamaq məğlubiyyət kimi təqdim edilsə də, İran rejimi üçün bütün itkilərə rəğmən sağ qalmaq qələbə deməkdir. İki qonşumuz Rusiya və İranın müharibə vəziyyətində olması Cənubi Qafqaz bölgəsi, o cümlədən Azərbaycan üçün müəyyən risklər yaradıb. Halbuki Azərbaycan yaxın və uzaq ölkələrlə münasibətlərdə gərginliklərin azaldılmasının tərəfdarıdır. Məsələn, Azərbaycan-Fransa və Azərbaycan-Hindistan münasibətlərində normallaşma meyilləri hiss olunur. Telegraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, 2-ci Qarabağ müharibəsindən sonra Hindistan-Azərbaycan münasibətlərində sualların sayı artmışdı.
Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmağından narahat idi. Halbuki Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada Azərbaycan 2-ci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından narahat deyil. Bakı və Dehli aralarındakı fikir ayrılıqlarını ortadan qaldırmağa həvəslidir. ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə Azərbaycan vasitəsilə təxliyə edilib. Martın 30-unadək İrandan 196 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub. Hindistanın Bakıdakı səfirliyi buna görə Azərbaycana təşəkkürünü bildirən açıqlama yayıb. Bu açıqlamadan bir neçə gün sonra Hindistan rəsmi heyəti Bakıya gəlib. Aprelin 3-də Bakıda Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov, Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi George'un rəhbərliyi etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticari əlaqələr, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Eyni gündə Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İki ölkə arasında bu cür təmasların artacağını proqnozlaşdırmaq olar. Elxan Şahinoğlu xatırladıb ki, Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik istəmir. Önəmli olan münasibətlərdə qarşılıqlı hörmətə əsaslanmaqdır. Məsələn, Fransa 2-ci Qarabağ müharibəsində Ermənistanı dəstəklədi. Fransalı rəsmilər və deputatlar Azərbaycan əleyhinə açıqlamalar verdilər. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Halbuki buna qədər iki ölkə arasında münasibətlər normal idi. Hazırda Paris Cənubi Qafqaz siyasətini korrektə etməyə, Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Qeyd etdiyim kimi, Azərbaycan Hindistanla da əlaqələrin əvvəlki axına qayıtmasında maraqlıdır. Hər iki ölkənin qoşulmayanlar hərəkatının üzvü olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən Azərbaycandan keçən nəqliyyat yolları Dehlinin də maraq dairəsindədir. Siyasi şərhçi Asif Nərimanlının fikrincə, İranın Azərbaycandakı səfirliyinin İsrailin müharibə coğrafiyasını Xəzər və Qafqaza genişləndirmək təxribatlarına qarşı mübarizənin zəruriliyi haqqında bəyanatı, Trumpın hücum xəbərdarlığı, Sepahın isə ABŞ-ni və region ölkələrini təhdid etməsi fonunda qəribə görünür. Bəyanatda deyilir, Naxçıvana şübhəli PUA zərbəsi hadisəsindən, İran limanlarının və Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından, habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdid edilməsindən sonra ABŞ və İsrail İranın Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrinə hücum edib. Səfirlik iddia edir ki, ABŞ və İsrail müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədi ilə təxribat qurub. Vurğulanır ki, bu təxribatların neytrallaşması üçün region ölkələrinin təcili və qətiyyətli tədbirlər görməsi böyük əhəmiyyət kəsb edir. Naxçıvana PUA zərbəsinin şübhəli elan edildiyi bəyanatda ABŞ və İsrailin müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədi ilə təxribat hazırladığı haqqda deyilənlər xüsusilə diqqət çəkir və Naxçıvan ssenarisinin təkrarlanmasına hazırlıq gedir sualını ön plana çıxarır. Müharibə başlayandan dərhal sonra İran Körfəz ölkələrini hədəfə aldı, ardınca informasiya müstəvisində sionistlər Azərbaycanda məktəbə hücum edəcək iddiaları yayıldı. Naxçıvanda məktəb də daxil olmaqla mülki obyektlərə hücum edildi və məsuliyyətdən yayınmağa çalışıldı. Səfirliyin Naxçıvan hücumunu şübhə altına alması İranın mövqeyinin dəyişmədiyini göstərir. Bu kontekstdə İran səfirliyinin ABŞ və İsrailin təxribat hazırladığı iddiası Sepahın Cənubi Qafqazı regional hədəf siyahısına daxil etdiyi şübhələrini yaradır. Belə bir hücum olarsa, səfirliyin bəyanatı İran üçün ali bir rolunu oynayacaq. Və maraqlıdır ki, təxribatın Cənubi Qafqaz və Xəzər regionunda hazırlandığı deyilsə də, İranın digər region ölkələrində Ermənistan və Gürcüstandakı səfirliyi analoji bəyanat verməyib. Azərbaycandakı səfirliyi niyə belə bir bəyanat verdi? İctimai rəyi hansı istiqamətə fokuslanmaq cəhdləri edilir? Şübhələr çoxdur.